O günlər çox ağır idi. Qərar vermişdim, amma qərarımın içində tək qalmaq daha ağır imiş. Üzərimə gələn sözlər, baxışlar, suzğunluqlar bitmirdi. Bir gün özümü elə tək, elə qorunmasız hiss etdim ki, sanki dünya üstümə daralırdı. İnsan bəzən güclü görünür, amma içdən-içə sınır. Mən də sınmışdım. Və o vaxt anladım. Mən artıq öz iradəmə güvənə bilmirdim. Onu Allaha verməliydim. Bir qardaş sakitcə dedi. Nə yaşayırsansa, bu həmişə belə qalmayacaq. Güclü olmağa çalışma. Güclü olana sığın. 23-cü Zaburu oxu. Danışa bilmədim. Boğazım düyünləndi, gözlərim doldu. Sadəcə ağladım. Və o sözlər ürəyimin içindən axdı. Rəbb mənim çobanımdır, möhtac olmaram. Oxuduqca sanki kimsə içimdə qırılan yerləri yavaş-yavaş bağlayırdı. Məni yaşıl çəmənlərdə dincəldir, sakit sular kənarında gəzdirir. Bu sözlər mənim yaralı ruhumu qucaqladı. İlk dəfə idi ki, qorxunun içində biraz rahat nəfəs aldım. Elə həmin günlərdə bir yuxu gördüm. Bir maşının içində idim. Hara getdiyimizi bilmirdim. Yanımda bir vaxt güvəndiyim, doğma sandığım biri vardı. Amma yolda tanıdığım, indi isə üzləri mənə yad olan insanlar haqqımda pis-pis danışırdılar. Sözləri ürəyimi kəsirdi. Sonra yanımdakı insan sakitcə düşdü. Mən tək qaldım. Qorxum daha da artdı. Və o an içimdə bir səs qalxdı. Mən daha bu yolla getməyəcəyəm. Dedim, maşını saxlayın. Qorxa-qorxa amma düşdüm. Arxamca hədə qorxu gəldilər. Yenə geri qaydacağıq. Amma mən düşdüyüm yerdə birdən gördüm ki, hər tərəf yamyaşıl çəmənlikdir. Qarşıda isə sakit axan bir çay var. Uşaqlar gördüm. Ürəyim titriyə-titriyə soruşdum. Allahı sevirsinizmi? Bəli, dedilər. Onda Allah xatirinə mənə dua edin. Çox qorxuram. Dedim və onlar sakitcə uzaqlaşdılar. Mən ağlaya-ağlaya çəmənliyin içi ilə dağa doğru qalxmağa başladım. Hər addım çətin idi. Qorxu vardı, yorğunluq vardı, amma içimdə zəif də olsa bir ümid də vardı. Dağın başına çatanda geriyə baxdım. O maşın artıq çox uzaqda qalmışdı. Və o an bir səs eşitdim. Qulağımla yox, ruhumla. Onun xilası möhtəşəm oldu. Mən hələ də qorxurdum, amma artıq bilirdim. Mən tək deyiləm. Xilasım var. Sonralar yenidən 23-cü Zəburu oxuyanda bu sözlər qarşıma çıxdı. Məni yaşıl çəmənliklərdə gəzdirir, sakit sular kənarında dincəldir. Və o an anladım. Mən o çəmənlikdə olmuşdum. Mən o sakit suların kənarına gətirilmişdim. Bugün artıq kim nə danışır, kim nə düşünür, ürəyimə ağır gəlmir. Çünki o səslər, o yollar, o maşında danışılanlar Rəbdən deyildi. Onun fikirlərindən çox uzaqdaydı. Çünki Rəbb nə ittiham edir, nə və ki mühakimə. O sadəcə sevir və xilas edir. İttiham və mühakimə isə indi şərin işidir. Şər isə əbədi olanın məhkəməsində ittiham olunacaq. Bugün mən yalnız bir səsə qulaq asıram. Məni qoruyan, məni sevən, məni heç vaxt tək buraxmayan Rəbbin səsinə. Çünki əsl sığınacaq bir yerdə deyil, Rəbbin məhəbbətindədir.